Hamıya salam. Bugünkü mövzumuzda Unreal Engine daxilində hər hansısa bir dərsliyi öz kitabını təqdimatını edəcəyim sizlərə. Oxucularımızın və izləyicilərimizin çoxsaylı istəkləri nəzərə alaraq bugünkü gündə qərara gəldim ki, kitabımızın sizlərə ətraflı təqdimatını edim. Bu mövzumuzda kitabın necə hazırlanması, ümumiyyətlə kitabın daxilində hansı mövzulardan bəhs etdiyini və ümumilikdə kitabın unikallığı haqqında sizlərlə danışacağıq. İlkin öncə onu bildirim ki, kitabın müəllifi Kamil Cəbiyev, mən özüməm. Burada gördüyümüz Mehman Şəfiyev və Fərid Əmrahlı isə mənim tələbələrim olub. Yəni kitabın hazırlanması zamanı mənə müəyyən köməkliklər ediblər. Ona görə də tələbələrimin adlarını da müəllif kimi kitaba qeyd etmişəm. Məhz buna görə də tələbələrimə öz təşəkkürümü bildirirəm. Kitabı dediyim kimi tam olaraq Azərbaycan dilində özüm hazırlamışam. Bütün mövzuları bir-bir, tamamilə sadə və başa düşülən dildə sizlərə izah etməyə çalışmışam. Ümumiyyətlə kitabın daxilinə nəzər salsaq, burada fikir verirsinizsə, ilkin öncə mündəricat hissəsinə keçid etməmişdən öncə sistem tələbatları haqqında da məlumat vermişəm. Yəni bu da olduqca vacib bir nüanslardan biridir. Daha sonra kitabın mündəricat hissəsinə nəzər salsaq, burada gördüyünüz kimi bir-birindən fərqli unikal mövzular mövcuddur. İlk mövzumuz Marketplace və Epic Launcher haqqında məlumat olaraq başlayırıq. Çünki kitabı hazırlayan zaman belə qərara gəldim ki, bizim oxucularımız həm bu sahədə professional şəkildə çalışan insanlar da ola bilər, həm də bu sahəyə marağı olub və yeni başlamaq istəyən insanlar da ola bilər. Məhz buna görə də ən aşağı səviyyədən ən yüksək səviyyəyə qədər kitabda bütün mövzuları sadə başa düşülən dildə, təbii ki Azərbaycan dilində tamamilə izah etməyə çalışmışam. Və buna görə də ilkin mövzumuz gördüyümüz kimi Marketplace və ümumi Epic Launcher haqqında burada bəhs etmişəm. Daha sonra ümumiyyətcə oyun tərtibatçılığına giriş haqqında burada danışmışam. Və növbəti mövzularımızı da buradan görürsünüz. Və onu da nəzərinizə çatdırım ki, kitabın mündərizat hissəsində 60-a yaxın ümumi başlıq bölümünün olduğunu hal-hazırda görürsünüz və hər bir burada bölümlərin xüsusi alt bölümlərə bölündüyünü görürük. Yəni buradan da belə nəticəyə gəlmək olar ki, kitab daxilində hal-hazırda təxmini 100-110-dan çox unikal mövzular mövcuddur. Məhz bütün mövzuları dediyim kimi Azərbaycan dilində və sadə başa düşülən dildə maksimal şəkildə izləyicilərimizə, oxucularımıza çatdırmağa çalışmışam. Ümumiyyətcə kitabı hazırlamaqda əsas məqsədim bundan ibarətdir ki, oyun proqramlaşdırılması və vizualizasiya sahəsinin bizim ölkəmizdə inkişafını təmin etmək istəyirəm. Təbii ki, əgər bu sahədə müəyyən qədər bir rolumuz varsa, bu da bizim üçün çox gözəl bir hal ola bilər. Bundan əlavə, kitabı hazırlamaqda digər əsas məqsədlərimdən biri bundan ibarət idi ki, nəzər almaq lazımdır ki, sahəyə marağı olan insanlar həddən artıq çoxdur. Lakin əfsuslar olsun ki, sırf maddiyyat cəhətdən kursa gələ bilməyən insanlar var. Məhz buna görə də bu kitabı hazırlamaqda belə qərara gəldim ki, kitab vasitəsilə bu sahə hər bir şəxs üçün əlçatılan olsun. Misal üçün, kitabın daxilində mövzulara nəzər salaq, təsadüfi olaraq bir mövzu seçək. Misal üçün, burada Animation Controlling haqqında mövzu görürük. Bu bölümə keçid edək. Və hal-hazırda gördüyümüz kimi, hər bir mövzu uyğun olaraq Azərbaycan dilində, tam sadə dildə izah olunmuşdur və hər mövzuda lazım olan yerdə ətraflı izahlı şəkildə mövzuya uyğun olaraq şəkillər yerləşdirmişəm və kitabın digər unikallığı bundan ibarətdir ki, hal-hazırda fikir versəniz, hər bir mövzunun sonunda QR kodlar yerləşdirmişəm. Məhz bu QR kodların sayəsində oxuyucu əgər həmin mövzunu nəzəri olaraq tamamilə başa düşməyəcəksə, QR kodu öz mobil cihazı vasitəsilə skan edə bilər və həmin bu mövzunun video izahına təbii ki öz mobil cihazında baxa bilər. Yəni bununla da bizim kitabımızın tamamilə interaktiv olduğunu bir daha sübut edirik. Ümumilikdə Respublika daxilində hal-hazırda kitabımın oxşarı və analogu yoxdur.
Bu həm sevindirici haldır, həm də müəyyən qədər bu hala təəssüf edirəm. Çünki təbii ki, istərdim ki, bu sahədə rəqabət olsun. Çünki hər hansısa bir sahənin inkişafını istəriksə, təbii ki, həmin sahədə rəqabət qaçılmazdır. Rəqabət olan yerdə həmişə keyfiyyət də olacaq. Ümumiyyətcə göstəricilər də yüksək olacaq. Ümumiyyətcə kitabın daxilində mövzulara fikir versək, ən sonuncu mövzular olaraq mobil proyektlər üçün də xüsusi bir yer ayırmışam. Yəni kitabı oxuyan bir şəxs bu sahəni öyrənməklə yanaşı, istər PC və konsollar üçün, istərsə də mobil cihazlar üçün tam sərbəst olaraq proyektlər hazırlaya biləcək və ən sonda hazırladığı proyekti Play Market daxilində necə yerləşdirə biləcəyini, reklamlardan necə istifadə edə biləcəyini, yəni bütün mövzuları kitab daxilində tamamilə izah etmişəm. Və kitabın digər bir unikallığı bundan ibarətdir ki, kitabın sonuna fikir versək, bu hissədə gördüyümüz kimi oyun nümunəsi adlı bir yer mövcuddur. Məhz burada gördüyümüz QR kodu skan etməklə siz hazır bir oyun nümunəsini proyekt halında yükləyə bilərsiniz. Təbii ki, həmin oyun nümunəsi mənim tərəfdən hazırlanıb və həmin oyun nümunəsini istəyinizə uyğun olaraq modifikasiya edib öz oyununuz kimi istər Play Marketdə, istər digər bir yerdə nümayiş etdirə bilərsiniz. Ümumilikdə kitabın hazırlanmasına 1 ildən çox vaxtım sərf olunub. Bundan əlavə, kitabın ərsəyə gəlməsi üçün Kristal Abşerona və rəhbərliyinə öz maliyyə dəstəyi üçün xüsusi minnətdarlığımı bildirirəm. Kitab dediyim kimi, istər sahəyə yeni başlayan şəxslər üçün, istərsə də bu sahədə professional səviyyədə işləyən insanlar üçün nəzərdə tutulmuş bir tədris vəsaitidir. Və onu da qeyd edim ki, hal-hazırda mənim Instagram səhifəmdə hər iki Unreal Engine 4 və Unreal Engine 5 kitabı üzrə xüsusi giveaway müsabiqə keçirilir. Sizləri də bu müsabiqədə aktiv iştirak etməyə dəvət edirəm. 10 gün müddətində müsabiqədə qeydiyyat aktiv şəkildə olacaq. Şərtlər də olduqca sadədir. Sadəcə olaraq Unreal Engine adlı Instagram səhifəsinə daxil olun və müvafiq posta yazılmış sadə bir şərtlərə əməl etməklə bu müsabiqənin iştirakçısına çevriləcəksiniz. Öncədən hamınıza uğurlar arzu edirəm. Hələlik.